Quba rayonu Qırmızı qəsəbə Xanukov adına tam orta məktəbdə Azərbaycan və İsrail Yazıçılar Birliyinin üzvü, tanınmış şair Simah Şeydanın anadan olmasının 90 illiyinə həsr olunmuş möhtəşəm yubiley tədbiri keçirildi. Tədbirə xarici ölkələrdən gəlmiş qonaqlar, ziyalılar, müəllimlər, şagirdlər və ədəbiyyat-sevərlər qatılmışdılar. Tədbir Azərbaycanın və İsrailin ədəbi-mədəni əlaqələrinin inkişafında mühüm xidmətləri olmuş Simah Şeydanın həyat və yaradıcılığına həsr edilmiş videoçarxın nümayişi ilə başladı. Çıxış edənlər şairin zəngin ədəbi irsindən, insanlara olan sevgisindən, vətənpərvərlik ruhunda yazdığı əsərlərdən və milli mənəvi dəyərlərin təbliğindəki xidmətlərindən danışdılar. Yubiley gecəsində şairin müxtəlif illərdə qələmə aldığı şeirlərdən nümunələr səsləndirildi. Məktəbin şagirdləri Simah Şeydanın yaradıcılığına həsr olunmuş bədii kompozisiyalar təqdim etdilər, onun əsərlərindən parçalar böyük məharətlə ifa olundu. Tədbir iştirakçıları şairin yaradıcılığının bugün də aktuallığını qoruyub saxladığını və yeni nəslin mənəvi tərbiyəsində mühüm rol oynadığını xüsusi vurğuladılar. Qonaqlar Simah Şeydanın Azərbaycan və dünya ədəbiyyatına verdiyi töhfələri yüksək qiymətləndirərək onun xatirəsinin daim hörmətlə yad ediləcəyini bildirdilər. Tədbir boyu səmimi və xoş atmosfer hökm sürdü, iştirakçılar görkəmli şairin zəngin yaradıcılığı ilə daha yaxından tanış olmaq imkanı əldə etdilər. Simah Şeydanın 90 illik yubileyinə həsr olunmuş bu əlamətdar tədbir yüksək səviyyədə təşkil olunaraq hər kəsdə xoş təəssüratlar yaratdı və uzun müddət yaddaşlarda qalacaq mənəvi bir bayrama çevrildi. Doğumundan 90 il ötür bugün, yaşayır ürəklərdə sənin hər sözün. Qəlblərdə əbədi yurt salan şair, xatirən şəfəqdən nur saçır hər gün. Azərbaycan sevdi sənin səsini, İsrail tanıdı qələm rəmzini. Dostluğun, məhəbbətin çarçısı kimi, ucaltın dostluğun sən zirvəsini. Sözlerin körpü del arasında, sevgi toxumları səpdin hər yana. Misralar qaldı ki tam zamanında,